Uşağım halallıqla dünyaya gəlib və artıq 12 ildir, yəni 12 ildir uşağın atası ilə yəni münasibətimiz var. Qızımın 10 yaşı var. Allah bütün balaları saxlasın. Mənim üçün ən əsas odur ki, o qızının yanındadır. Bəli, uşağımın atası qızının yanındadır. Qızına ata sevgisini, ata qayğısını yetərincə göstərir. Nə gözəl. Və mən hər zaman demişəm, mənim qızımın atası, qızımın yanında olduğu sürəcə o mənim başımın tacıdır. Nə gözəl. Yəni mən onun şəxsi həyatına nə müdaxilə eləyərəm, nə qarışam. Birincisi mənim evladım halallıqla dünyaya gəlir. Əsas halallıqdır və atasının övladının yanında olmağı da düşünürsünüz. Qadın uşaq dünyaya gətirərdim. Mən kişi deyiləm ki, uşaq dünyaya gətirim, hamı təəccüblənsin ki, bu nətər oldu. Qadın uşaq dünyaya gətirər də. Yəni qadının sizə atmaca atırlar ki, rəsmi nikah söhbətinə görə atmaca atırlar. O da vallahi rəsmi nikahı olanlar var ki, heç ərini evdə tapa bilmir. Onunla deyil o. Onunla deyil, bu alın yazısı. Təbii ki, mən də istəyərdim. Mənim də arzum idi. Hər bir qadının, hər bir qızın arzusudur ki, gəlinlik paltarı geysin. Mənim də arzumdur. Siz düşünün, mən toylarda oxuyanda sənin arzundur. Amma sən gedib toylarda iştirak edirsən, bəy və gəlin, insan nə qədər misal üçün də, yəni. Amma Allah hamını xoşbəxt edəsin. Amma indi bu mənə qismət olmadı da. Qismət məsələsi. Mən də istəyərdim hər şey istədiyim kimi olsun. Allah uşağınızın atasını da canını sağ eləsin ki, yanınızdadır, balasının yanındadır, nə gözəl. Çox mükəmməl atadır, doğrudandır, vallahi deyirəm də. Mən misal üçün ata sevgisi görmədiyim üçün, mənə yad bir hiss olduğu üçün, o hiss mənə heç vaxt çatmırdı. Kimsə deyəndə ki, mən